İlk dəfə belə bir hava şəraitinə rast olurum. Əməli başlı fırtınadır və gecədən başlayıb. Yəni o qədər küləklə, yağış elə var ki, küçədə çox insan yoxdur. Ona fikir verirəm. Və ümumən insanlar düşünürəm də bu hava şəraitində. Çünki burada demək olar ki, hər şey motorbike'dır və insanlar hər gün işə gedirlər. Hansısa bir işləri görmək üçün çölə çıxırlar və üstü açıq hava şəraitində onları eləməlidirlər. İndi baxıram ki, birinin əlində zontik, həm motorbike sürür, həm də ki, zontik tutur və s. kimi hallar. Dedim, məhəlləmizdə olan belə bir restorana, bu tufanda, fırtınada heç kim yoxdur. Amma o qədər şirin bir yerdir ki, düşünürəm ki, mən deyə qədər niyə bura gəlməmişəm. Bugün buradan keçirəm, başqa bir yerə keçirəm. Düşünürəm ki, bu qədər qəşəng yeməklər olan yerə niyə gəlməmişəm indiyə qədər. Hər zaman qabağından keçirdim. Nədənsə məni çəkmirdi. Gün menülarına falan baxdım ki, çox yaxşıydı. Görək indi dadlar necə olacaq. Qiymətlər çox uyğundur. Gələndə çəkib hamısını göstərib qiymətləri sizə bildirəcəm. Və burada da qabağımda yarışı izləyə-izləyə bir sabaha başlayıram. Dostlar, çox maraqlı bir şey oldu. Deməli, mən özümə sandviç zakaz edirəm. Bunun da içindəki əti seçmək olur. Orada da donuz əti var. Möhtəzədə malat yazıblar. Bir də qurbağa əti yazıblar. Mən ilk dəfədir Balidə belə sandviç içində qurbağa ətinin olduğunu görürəm. Mən də deyirəm ki, donuz əti istəmirəm. Onun yerinə normal ət eləyək. Möhtəzənin içində yazılıb ki, mal əti var. Deyir, yox, bizim bir ətimiz deyil, donuz ətindən. Bilirsən Allah, onun heç bir ət olmasın üçün sadə bir yeyək. Birdən səfən qurbağa əti falan yeyərəm, heç yeməmişəm də, heç yemək istəmirəm. Yeməyin bir səsi gəldi, elə bir meyvə boşqabı demişəm. Buna canı verəcəm, $1 yarım. Bir də kofe var, o da $1 yarım, $2 arası. Bir də özümə bir sandviç demişəm, onu gəlsin çəkərəm. Ona da yenə $1 yarım falan belə verəcəm. Bir də sizə bir məsələ deyəcəm. Mən artıq məsələn də yeməyin üstündə balaca böcək, nəsə falan onu götürürəm, qırağa qoyuram, yeyirəm. Normal gəlir mənə belə şeylər, qarışqa falan filan. Okeydir yəni. Bir sandviç də gəldi. Bu da peykolda içində pesto sosunlar, pendirli. Buna da yenə $1 vermişəm. Belə. Doğrusu Bakıya qayıdacağım. Ona görə bir qədər 5 günlük falan vaxtım qalırdı. Gəzmək istədiyim yerlərə yaxın bir yer tutdum ki, o hissələri gəzim və qayıdım. Hal-hazırda taksidəyəm. Bu arada burada qışın taksilər motorbike'lardan daha bahadır. Bir 20 dəqiqəlik məsafəni gedirəm. Buradası 6-7 manata. Amma bike'lardan getsəm 2 manata gedərdim. Amma ki olsun. Çünki əşyalarım çoxdur. Elə 5 gündə sırf bir vlog çəkəcəm ki, həqiqətən bura
turist kimi gəlsəydim, 5 günlük, bir həftəlik haraları gəzərdim. Çox fərqli yerlər göstərəcəm. Sizin köməyinizə çatacaq. Əgər Baliyə gəlsəz, uyğun qiymətli hədiyyəlikləri hardan almaq olar, geyimləri hardan almaq olar və sizə belə məsləhətlər verəcəm ki, necə uyğun qiymətə gətirmək olar. Belə, görüşərik. Burada sevdiyim bir küçə var. Restoranların hamısı belə açıq. Oturursunuz. Mənim bugün gəldiyim daha çox yaxındır. Danışır. Bu mətləfə gəlmişəm. Salamlar dostlar. Mən dünən yerimi dəyişdim. Birinci yerimdə getdim. Balidə ümumiyyətlə mən hər zaman Balinin müsbət tərəflərindən çox danışıram, amma burada mütləq bilməli olduğumuz məsələlər də var. Ki, gəlib problemlər yaşamayasınız. Ev tapmaq məsələsi. Əgər bura turist kimi gəlirsinizsə, zaten gəlib ödənişinizi eləyib yaxşı yerlərdə qalsanız problem yaşamayacaqsınız. Gecəsi baha olan otellər və yaxud da villalar və s. Amma bir də var ki, uyğun qiyməti olan qonaqlama evləri, mən adətən orada qalıram. Amma bu qonaqlama evlərində yaxşısını tapmaq bir o qədər də çətindir. Bir neçə faktorlar var. Bunların hamısını sadalayacağım ki, ümumiyyətlə gəlib niyyətiniz olsa ki, uyğun qiymətli qonaqlama evlərində qalasınız, guest house-larda. Birincisi, baxın, mən məsələn göstərəcəm olduğum yeri. Belə çox gözəldir, səhər yeməyi belə daxildir. Gecəsinə cəmi 13 manat ödəmişəm. Belə bağçası var. Bu tərəfi isə tamamilə belə yaşıllığa baxır. Belə balkonum var. Otağımın içində hətta çəkim göstərim. Belə bir otağım var. İçərisində hamam tualeti var, kuxnası var. Belə güzgü var. Amma deyək ki, dünən gecə bunu yatanda istədim. İlk gəldiyimdə fərqinə varmamışdım yorğun olduğum üçün. Yəni ilk dəfədir mən yata bilmədim. Nəyə görə? Çünki otaq nəm qoxur. O qədər rütubət var ki, çünki Bali ümumiyyətlə hər sezon yağışlı keçdiyi üçün burada davamlı yağış sezonundayıq hal-hazırda. Ona görə evlər çox nəm tuturlar. Və həqiqətən bir müddət burada yaşasaz belə bir vəziyyətdə bu gətirib xəstəlikləri çıxarda bilər. Çox insan burada öskürür və s. Fəsiyol problemlərini falan gətirib çıxardır. Bu birinci məsələ. İkinci məsələ ümumiyyətlə bizdəki kimi, Azərbaycandakı kimi divarlar qalın deyil. Mən məsələn dünən yatanda qonşuluğumdakıların evində danışdıqlarının hamısını eşidirdim. Yüksək səslə mahnı qoşmuşdular. Hər söhbətlərini eşidirdim. Üçüncü məsələ isə ətrafda olan səslər. Ümumiyyətlə burada daim nələrsə tikilir, yeni nələrsə tikilir, ətrafda restoranların səsi gələ bilir və yaxud da ümumiyyətlə kənardakı yerli əhalinin səs-küyü. Belə, bu ağlıma gələn ilk məsələlərdir. Evlərin çox, demək olar ki, heç birində paltar yeyən yoxdur. Mətbəx tapanda sevinirsən və s. Amma mənim qaldığımda çox yaxşı qonaqlama evlərdə olubdu. Həqiqətən onları tapanda çox şükür eləmişdim. İndi gəlin digər məsələyə. Ümumiyyətlə, Balidəki yerli əhali çox anlayışlıdır, çox başa düşəndir. Məsələn, mən 2 ev dəyişdirdim bir gecədə. İndi bugün də buranı dəyişdirirəm, başqa bir yerə keçəcəm. Onlara bildirdim, problemi yazan kimi heç sorğusuz, sualsız, üzr istəyərəkdən 5 gün tutmağıma baxmayaraqdan pulunu geri qaytardı. Biri tamamilə hamısını qaytardı. Biri isə bir gecə qaldığım üçün bir gecənin pulunu ödədim ki, həqiqətən düzgün olsun. Amma sırazı maraqlanırlar, üzrxahlıq eləyirlər, sorğusuz, sualsız səni başa düşməyə çalışırlar və ümumiyyətlə çox sakit təbiətlidirlər. Amma belə bir hal mən yaşamışdım Vyetnamda. Onlar mənim pulumu qaytarmaq istəmirdilər, onlar bəhanələr gətirirdilər, halbuki Vyetnamda daha böyük bir problem var idi.
Ümumiyyətlə Balidə bizdə paltarları evdə yumuruq, çünki evlərdə paltar yuyan maşınlar yoxdur. Ubuddan söhbət gedir. Mən hal-hazırda qonaqlama evində qalıram və burada paltarlar necə yuyuruq? Burada laundrilər var, yəni paltar yumaq üçün olan məkanlar. Aparırsınız, paltarlarınızı verirsiniz, kilosunu ölçürlər və kilosuna görə qiymət deyirlər. Çox rahat bu şəkildə yuyurlar, ütüləyirlər və qatlayıb sizə verirlər. 1 kilo yarımına mən vermişəm 2 manat, 3 manat civarı. Bu qədər rahat şəkildə buradan da tutursuz gətirirsiniz. Və siz necə paltarları özünüz yuyardınız, yoxsa bu cür yerlərə verməyi üstün tutardınız? Bugün gedəcəm. Burada ən böyük art marketlərdən birinə. Orada daha çox yerlərin öz məhsullarını satdıqları yerdir. Dünən fərqli bir yerə getmişdim. Onu da əvvəlki videoda izləyə bilərsiniz. Bugün daha yerli bir yerə gedəcəm. Onun ardından isə yemək yeməyi düşünürəm. Və axşam bəlkə yoqaya getdim. Daha sakit tərzdə yoqa. Belə gün belə axacaq. Görək nə olacaq bugün. Görüşərik. Salamlar dostlar. Bugün çox maraqlı bir yerə gəlmişik. Bugün Balidə ən böyük art marketlərdən, yəni ki, bizimkindən isə bazar kimi bir yerə gəlmişəm. Burada paltarlar satılır, hədiyyəli əşyalar satılır, yerlilərin öz məhsullarını satdıqları yerdir. Çox böyük yerdir, 4 dənə binası var. Mən əvvəl gəldim ikisinə baxmışam. Buna gəldim ki, digər ikisinə baxım. Amma burada çox önəmli bir məqam var ki, gərək yaxşıca endirim eləyəsiniz. Çünki 2 qat, 3 qat qiymətə satırlar. Belə Asiyada yaşaya-yaşaya da öyrənmişəm bunları. İçərini biraz çəkib göstərəcəm. Giriş bilmirəm, buradandırmı, deyilmi? Kameranı söndürəcəm içəridə, kamera falan görsələr qiymət artacaq. Amma maksimal endirməliyəm. Mən onlara deyəndə ki, mən bəs Balidə yaşayıram, çoxdandır. Hi, thank you. Yaşayıram burada. Şu başladılar. Hamı nəsə satmaq istəyir. Onlar mən gedəndə elə bilirlər ki, mən Balinizəm. Yəni, düşünürlər. Prosta dil danışamıram deyə başa düşülür. Amma həmişə mənə endirim eləyirlər. Görək bugün nətər olacaq. Görüşərik. I will check. Can I do for you? I will just. Good price for you. Where are you come from? Azerbaijan. Okay. Thank you so much. Good price. That's okay. I'm just checking. Just 100. 100,000 rupiah. You have more? Only this. More? This Only. big one. Price? Nice too. Thanks so much. Makasih. This 100. Dostlar, gələndə özümü belə misal mən də çox pis hiss edirəm. Nə mənada. Tək turistimdir mənəm də. Mən də bura gəlmişəm, çox deməkdir ki, pulum yoxumdur da, gəlmişəm bura. Gəlmişəm bura. Onlar da düşünür ki, mən turistəm da, yəni hər kim olursansa turist burada çox şeydir. Belə. Aşağı görək haralar var. Çıxmaz sokaqlara girdim. Burada çox seçim yox idi, digərlərinə görə ucuzdur. Amma mən gedəcəm digər binalara baxmağa, çünki burada az seçim var. Və yaxşı materiallar falan yoxdur. Ətraf belədir.
Və bura çox turistlər gəlmir əslində, ona görə mən hara gəlib girmişəm. Harasa gəlib girmişəm, amma tapacam, çıxış yol tapacam. Buradan sonra nəsə qeyd edirlər. Ona görə hər tərəf bəzənli. Ay, sonra keçməliyəm yolun o bir tərəfinə. Keçməliyəm yolun o bir tərəfinə. Hər yerdən nəsə uçur qaçır. Dostlar, genelde bura turistlər gəlirlərsə, yerli bələdçilərlə falan gəlirlər. Birinci indirim eləmək üçün, ikincisi də ki, yəni də yerli bir yerdir. Hamını satmağa çalışır sənə, gələk bir qədər ayıq olasan. Amma mən bilirəm sistemi. Sistem bilirəm, deyə bilirəm ki, qiymətlər necədir, nədir. Girəndə deyirəm ki, bəs mən yerliyəm da. Nəsə qalanda çox indirim eləyirlər. Bir də bayda ilk satışın uğur gətirəcəyini inanırlar. Ya sən X alansan sonradan, çox vaxt ki, mən 2 alan oluram. Onda good luck deyə, yəni uğur gətirsin deyə ilk müştəriyə çox indirim eləyirlər və onun bərəkət uğur gətirdiyinə inanırlar. İndi gedək böyük yılana baxaq. Bunun üçün vapşe, bunun içinə girəndə hər tərəfdən səni çəkib nə saldırmaq istəyirlər. Amma gərək düz baxıb yeriyə, sən çox istədiyin yerə girəsən, alasan və çıxasan. Bir də məsləhət görərəm ki, birinci mərtəbədən almayın, çıxın 3-ə, 4-ə, orada qiymətlər daha uyğundur və az adam var, yorulmuşsunuz. Elə gedək içəriyə baxaq. Ay, thank you. Bugün adam azdı. Bugün adam azdı. Oraya gəldisə, üstünüzə düşəcək. Yəni, bizim müəyyən bazarlar kimidir. Dostlar, əgər belə evinizə rəsm falan almaq istəyirsinizsə, burada var. Yerlilərin etdiyi artıqlar var. Yəni, mən belə çox da böyük nələrsə bəyənmədiyim üçün almadım. Amma sizə ən yuxarısına çıxmışam buranın. Sizə əsl Bali mənzərəsi göstərmək istəyirəm. Yəni, bu evlərin damları, bu yaşıllıq əsl Bali mənzərəsidir da bu. Wow. Bir də burada alıram nələrsə, yerli bir xala satan mənə deyir ki, deyir, o qədər yaxşı indirim eləyirsən ki, deyirəm, bəs qiymətləri bilirəmdir mən burada falan. Belə. Amma sizə bir şey deyim, əvvəllər keyfiyyətləri daha yaxşı idi. Bu il paltarları keyfiyyətli hesab eləmədim çox da. Amma bu il daha yaxşı indirim eləməyi öyrənmişəm, onun fərqinə vardım. Gedək, indi qaldı bir dənəsi, ona da baxacağım, onunla da bitirəcəyik. Ay. Dostlar, sizə içərini göstərim. Hər şey rəngli-rənglidir burada. Amma siz gərək materiallarına baxasınız. Yaxşı material tapmaq üçün bayağı gəzmək lazımdır. Çünki əvvəllər daha qəşəng gelirdilər, indi qarışdırırlar. Və harada girirsən? Thank you. O qədər sağdan soldan çağırırlar, oradan başı qarşı deyirsən. Thank you. Look, sarung. Look, thank you. Look, no problem. Look. One set. I want like This one. This one. This. Yeah, same. This one set. One set. One set. Yeah. This yeah. can I check this one? This one. Ah, this is not sarung. Yeah. This is Oh, sarung. This sarung. This Ah, sarung. this is our This sarung. Oleh. This same. This oleh. can I check this one? Same. Yeah. They have chocolate color. Coklat color gitu. Coklat color. Coklat. This. Sorry. Bye. Sorry. Hello, Marwan sarung. What do you want? This look.
pants. Bu material. Yeah. This color. Wool color, yeah. This wool. This nice, yeah. Yeah. Cool. Very cool. That's okay. Thank you so much. Cheaper. 50,000 rupee, yeah. So good luck, mama. This nice quality Good cotton. luck, mama. Yeah. I have got. Yeah, not customer one, no. Sorry. Yeah. Dostlar, alışverişimiz başa çatdı. Bir kilo dostlar, don, şalvar, kufta, aksesuar. Cəmi hamısını bəlkə 70 manat falan xərcləmişəm. Dəqiq bilmirəm, amma 70 manat civarında bir şey olacaq. Nələr almışam, nələr. Bunu düşünürəm ki, başqa yurdun mərkəzindən falan alsaq, hardasa bir 200 manatdan çox pul tutar. Burada bir xala mənə deyir ki, deyir, alverçisən sən, deyir, apar bunları arada satırsan, deyirəm, yox, Çünki buradakı qiymətləri bilirəm deyə, gələndə deyirəm qiymətini bu, onlar da başa düşürlər ki, bilirəm, o qiyməti də verirlər. Çox nadir hallarda belə indirim elətdirirəm. Çünki az çox bilirəm hər şeyin qiymətini. Belə, bugün bitirdik. Şimdi burada da bir iki mağazaya baxıram, bundan da gedirəm evə. Tez bitirdim. Düşündüyümdən tez bitirdim. Bir də dostlarım, oradan böyük alışveriş mərkəzinə çıxandan sonra burada balaca belə butik mağazalar da var. Bəzi əşyalar fərqlidir, amma demək olar ki, hamısını oradan gətirib satırlar. Məsələn, Balidə falan yerlilərlə çox alışveriş elədiyi şeylər budur, bayramda falan bəzəməyə istifadə edirlər. Bir də bir məsələ var. Demək olar ki, Ubudun mərkəzində satılan hər şeyi buradan gətirib satırlar. Bəziləri özəl tasarımlardır, onları çıxmaq şərtindən, özəl tasarımları çıxmaq şərtindən hamısını buradan gətirib satırlar və qiymətləri 3-4 dəfə bahadır. Mən soruşanda şoka düşmüşdüm. Belə.